Xanımlar, üzlərimizin daha təravətli, gənc, toparlanmış bir şəkildə görsəməyini istəyirsinizsə bir maska hazırladım. Demək, maskanın tərkibinə 2 ədəd xanımlar belə aspirini götürüb bir qaba tökürük və üzərinə xanımlar demək bir çay qaşığı da gördüyünüz buğda kraxmalından əlavə edəcəm. Baxın bu şəkildə. Və üzərinə də xanımlar indi mən qramajı bilməyəcəm, yəni təxmini gözə yarı su əlavə edirik. Əgər gördünüz ki su çox oldu, üzərinə krem halına gələcək qədər də kraxmal əlavə edərsiniz. İndi mən bu aspirini həm içində əzəcəm, həm də maskanın tam həll olunması üçün qarışdıracağım. Aspirin içində tam həll olundu, amma maskam duru oldu. Suyunu çox tökmüşəm. Ona görə də üzərinə biraz kraxmal yenə əlavə edib qarışdırıram ki, krem halına gəlsin. Maskam artıq hazırdır xanımlar. Baxın, bu şəkildə krem formasında. Bu maskanı xanımlar həftədə 2 dəfə çəkin üzünüzə. Üzünüzdə 15-20 dəqiqə saxlayın və daha sonra üzünüzü yuyun. Bu maska xanımlar üz dərisini toplayacaq, məsamələri yıxacaq, üzlərinizi gəncləşdirəcək və üzlərinizin daha təravətli, gözəl, baxımlı olmasına yardımcı olacaq. Maskanı edin və çox xahiş edirəm ki, rəylərinizi mənə bildirin.